Esselamu Aleyküm ve Rahmetullah ve Berekatuhu. Sizi Belçikadan Brüssel'den salamlayıram. Gelmiştim pravamı değişmeye. Görürsünüz yeni pravamı, yeni sürücülük vəsiqəmi götürdüm. 1 illik verirlər mənə. Ne için 1 illik verirlər? Çünki mənim oturumum yoxdur. Yalnız iş iznim var. Ona görə hər dəfə 1 il verirlər. Demək, əgər sizdə Azərbaycan sürücülük vəsiqəsi varsa, yaxınlaşırsınız bura, yaxından çəkin, gördünüz, yaxınlaşırsınız bura, yavaş-yavaş gedin. 6 aydan sonra, yəni Belçikaya gəldiyinizdən 6 ay sonra verirsiniz Azərbaycan sürücülük vəsiqəsini və götürürsünüz Belçika sürücülük vəsiqəsini. 30 euro səhv eləmirəmsə göstərirlər. Bildiyim qədərilə bir çox Avropa ölkələrində belə bir qanun yoxdur. İmtahan verilməsi, oxunması və s. Ancaq Belçikada Azərbaycan pravasını verərək bu gördüyünüz binada mən Brüsseldə yaşayıram. Yaxınlaşıb Belçika pravasını götürmək olar inşallah. Bu qədər. Esselamu Aleyküm.